Ali təhsil almaq hər kəsin olmasa da çoxunun arzusudur. Bugün ali təhsil almaq üçün müxtəlif yollar var. Ən çox yayılmış üsul Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında iştirak edərək universitetlərə qəbuldan keçir. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Əgər şəxsin tam orta təhsil haqqında sənədi və yaxud ola bilsin ki, sonra orta ixtisas təhsili müəssisəsini qurtarıbdır, ola bilsin ki, ali təhsil alıbdır, yenə də ikinci ali təhsil almaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak eləməklə şəxslərin belə bir hüquqları mövcuddur. Adi qaydada, yəni abituriyentlər necə imtahan verirlər, ikinci ali təhsil almaq istəyən şəxslər də əvvəlcədən qeydiyyatdan keçməlidirlər, sonra isə 2 mərhələli qəbul imtahanı verməlidirlər. Lakin imtahansız da universitetlərə qəbul şansı var, xüsusilə ikinci ali təhsili almaq istəyənlər üçün. Elə müsahibimiz Şahmar Rəfili kimi ikinci ali təhsil almaq istəyən və müsabiqədən kənar qəbul imkanları barədə məlumatlı olan şəxslərin sayı az deyil. Mən universitetin bakalavr, magistratura və doktorantura pillərini bitirmişəm və mən yenidən ikinci ali təhsil almaq üçün müraciət etmək istəyərəm. Hansı ki, elə bakalavr dərəcəsi var ki, elə ixtisaslarımız var ki, mən öz oxuduğum ixtisasdan fərqlənir, amma o ixtisas da mənə maraqlıdır. O ixtisasın da biliklərini yiyələnmək istəyirəm və mən düşünürəm ki, o ixtisasın da biliklərini yiyələnsəm ikinci ali təhsil kimi, bu mənə gələcəkdə iş həyatında çox böyük uğur gətirəcək. Nigar Qasımova da ikinci ali təhsil almağı yüksək qiymətləndirir və gələcəkdə belə bir fikri olarsa bu üsuldan faydalanmağı seçəcək. Yaş faktoru ilə bərabər insana bir çox təsir eləyən digər xarici mühit amilləri olur ki, bununla səbəbdən insanlar gələcəkdə fikirlərini dəyişə bilirlər və yaxud da fikirləri hansısa peşə haqqında daha dəqiq formalaşa bilir. Buna görə də insanlar öz istədikləri ixtisası dəyişə bilirlər. Mən düşünürəm ki, bu çox yaxşı bir fürsətdir, ikinci təhsil fürsəti. İnsanlar daha dəqiq öz istədikləri peşəni seçib bunun üzrə irəliləyə bilirlər. Ekspertlər deyir ki, müsabiqədən kənar qəbul zamanı şəxsin əvvəlki universitetdə hansı qiymətlərlə oxuması və hansı diplomla bitirməsi əhəmiyyət kəsb eləmir. Hətta humanitar sahə üzrə təhsil alan şəxs istədiyi texniki istiqamət üzrə ixtisası seçə bilər. Ali təhsil pilləsi üzrə ən azı bir dəfə ali təhsil almış, istənilən ali təhsilli şəxs ikinci ali təhsil üçün müraciət edə bilər. Bu, həm Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına iştirak eləməklə iştirak edə biləcəyi halda, eyni zamanda müsabiqədən kənar formada universitetlərə müraciət eləməklə də bunu reallaşdıra bilər. Əvvəllər bunun üçün mütləq universitetlərin özlərindən müraciət eləmək lazım idisə, artıq biz ötən ildən etibarən Portal Eduaz saytı vasitəsilə Təhsil Nazirliyində qeydiyyatdan keçməklə artıq müsabiqədən kənar formada müraciəti dəyərləndirib qəbul prosesinə keçmək olar. Bunun üçün vacib olan məqam komissiyanın özündə qeydiyyata düşməli və tələblərə cavab verəcəyi halda ikinci ali təhsil imkanından faydalana biləcəyi olmasıdır. Məlumat aldığımız Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirildi ki, universitetə müsabiqədən kənar qəbul olan şəxslərin və müraciət edənlərin sayı az deyil. Lakin tövsiyə olunur ki, həmin şəxslər ixtisas seçərkən əvvəlki ixtisaslarına uyğun fənlərin olduğu fakültələrə üstünlük versinlər. Aidiyyatı üzrə həmin müraciətlər universitetlərə yönləndirilir. Universitetlərdə yaradılan komissiya tərəfindən o sənədlər toplanılır, baxış keçirilir və müraciət edən şəxslərlə komissiyanın və universitet rəhbərliyinin görüşü təyin olunur. Görüşdə söhbət aparılır, uyğunluq dərəcəsinə bir də nəzərdən keçirilir və həmin şəxslər universitetə qəbul olunurlar. Universitetin burada tək bizim universitetin yox, bütün universitetlərin, ali təhsil müəssisələrinin yanaşması budur ki, adətən şəxslər daha yaxşı olar ki, əvvəlki ixtisaslarına uyğun ixtisas seçsinlər. Mütəxəssislər də hər keçən gün əmək bazarındakı tələblərin dəyişdiyini və yeni bilik və bacarıqların tələb olunduğunu deyirlər. Buna görə də ikinci ali təhsilin iş mühitində üstünlük təşkil etdiyini hesab edirlər. Deməli, əmək bazarının iştirakçısı həm nəzəri, həm də praktik biliklərə sahib olmalıdır. Bu nəzəri praktik bilikləri biz harda əldə edə bilərik? Əlbəttə ki, təhsil və təcrübə vasitəsilə. Yəni, deyək ki, mən 20 il qabaq bir təhsil almışam, 20 il qabağın təhsil sistemi ilə, təhsil metodikası ilə, yəni ən azından təhsil müəssisəsinin maddi texniki bazası ilə, yəni internetə çıxış imkanlarımız eyni deyil. Çünki işə qəbulda ikinci ali təhsil mütləq ki, olmazsa olmaz deyil. Yəni, bu təsir göstərən amillərdən biridir, yeganə amil deyil. Burada bu prosesə təsir göstərən kifayət qədər digər amillər var ki, namizədin ümumiyyətlə xarakterik göstəriciləri, bilik və bacarıqları, təcrübəsi, vəzifə tələblərinə digər uyğunluq məsələləri də qiymətləndirildikdən sonra onu da üstünlük kimi qiymətləndirmək olar.
Qeyd edək ki, əgər tələbə yeni ixtisasında əvvəl oxuduğu ixtisasdakı fənlərin tədrisini görəcəksə, bu zaman o həmin fənlərin tədrisindən azad olunur. Nəticədə tələbə fakültəyə 2, hətta 3-cü kursdan başlaya bilər.